Bu video kişilər, atalar və ata olmaq istəyənlər üçündür. Əziz kişilər, qadınlar hər nə qədər qəbul etsə də, etməsə də, sizin qadınların həyatındakı rolunuz həqiqətən çox böyükdür. Burada həm kişi olaraq rolunuzdan, həm də ata olaraq rolunuzdan bəhs edirəm. Əvvəla kişi olaraq rolunuz bir qadının əslində bütün problemlərini həll edən bir kişidən daha çox, hər problemdə yanında dağ kimi dura biləcək, fiziki olaraq varlığını hiss etdirə biləcək və emosional olaraq dəstəyini göstərə biləcək, əlini tuta biləcək bir kişiyə ehtiyacı olur. Bunu yadınızda saxlayın. İkinci olaraq da hər övladın, xüsusilə qız övladlarının bir atanın varlığına çox ehtiyacı olur və sizin düşünə bilməyəcəyiniz səviyyədə bütün həyatı bir atanın hərəkətlərinə görə formalaşa bilir. Eyni zamanda bir oğlan övladının da sağlam təməllər üzərində qurulu bir xarakterinin olmasında atanın rolu ən az ana qədər vacibdir. Ona görə də atan olmamışdan əvvəl, əgər bu rola hazır deyilsinizsə, o zaman bir daha düşünməyinizi tövsiyə edirəm. Sevgilər.